Salam, xoş gördük dostlar. 22 aprel 2026-cı il Kiyev şəhərində Lvivski ploşad, Lvov meydanı deyilən yerdən sizi salamlayırıq əziz dostlar. Burada bizim o kiçik park var burada. Oradan sizi salamlayıb bəzi məlumatları sizə çatdırmaq istəyirik. Çünki gün ərzində görüşməyə imkan olmadı. Xəbərlər bundan ibarətdir ki, çox şükür bugün Avropa Birliği ölkələrinin baş nazirlərinin toplantısında Ukraynaya 90 milyard avro ayrılması ilə bağlı qərar artıq gündəliyə çıxarıldı. Sabah və birisi gün, yəni 23 və 24 aprel 2026-cı il Kiprdə keçiriləcək Avropa Birliyinin toplantısında əlbəttə ki, səs vermədən keçəcəkdir. Çünki artıq Adios Orban yoxdur. Bu mənada Slovakiyada razılığını bildirib. Yəni Slovakiya bu mənada böyük mənada heç zamanda mane olmurdu. Yəni onun kərtənkələsi, zəhər verən kərtənkələsi Orban idi. Və Avropa Birliği'nin nizamnaməsinə görə bir ölkənin bir tərəf qalması, yaxud əleyhinə olması hər zaman yəni onu üstələmək mümkündür. Burada xüsusi maddələr var. Yəni bir ölkə ilə mübarizə aparmaq asandır. Nəinki ikisi ilə, deməli Macarıstanın Avropa Birliği'ndən baş naziri Orban'ın getməsindən sonra məsələlər həllini tapıb, həm də ona görə ki, artıq drujba, dostluq neft kəməri deməli təmirdən çıxıb və bunlar hamısı onun göstəricisidir ki, çox yaxşı düşünülmüş yaxşı bir konfigurasiya alındı. Yəni Orban dövründə neftin verilməsində problemlər var idi. İndi artıq Orban getdi. Deməli problem Orbanda imiş. Və Ukrayna həmin o drujba neft kəmərini ancaq Macarıstan üçün işləməsi üçün deməli təmir edib. Və bu günlərdə belə alındı ki, yəni 90 milyardın ödənişi ilə, yəni onun icazəsi ilə neft kəmərinin Macarıstan üçün aydındır ki, cüzi neftdən söhbət gedir və bu neftin daşınması da oradan da müqaviləsi var və bu məsələlər həllini tapır və bu da öz növbəsində müəyyən mənada yeni seçilmiş baş nazirə, necə deyərlər, həm də bir hörmət əlaməti sayıla bilər. Deməli, Orban bütün işləri körramışdı. İndi Macar cəmiyyəti, Macarlılar, Macarıstanlılar, Macarıstan vətəndaşları başa düşürlər ki, problem Orban'da imiş. Yəni Orban'ın Moskvadan birbaşa asıllığı, onun Moskvanın dediklərini etməsi və bunlar hamısı şərtlər olub. Ona görə sabahları birisi gün, dediyim kimi 2 gün Kipr yarımadasında, Kipr bu il, yəni bu yarım il daha doğrusu Avropa Birliği'ne sədrlik edir. Sabah ən pis halda isə birisi gün 90 milyard avronun Ukraynaya verilən kreditlərin qaldırılması ilə bağlı xəbəri əlbəttə ki, hamı eşidəcək və biləcəkdir. Yəni bu günləri baş nazirlər, Avropa Birliği baş nazirləri, maliyyə nazirlikləri bu məsələni artıq ilkin olaraq razılaşdırıblar və sabahki gündəlikdə birinci məsələ kimi durur. Bunu deməyi özümə borc bildim. O ki, qaldı Rusiyanın yalan xəbərləri ilə bağlı yenə də dünənləri Gerasimovun verdiyi o məlumatlar, yalancı məlumatlar. Dostlar, bilirsiniz, nəyə diqqət etmək lazımdır? Bax, xahiş edərdim, Lugansk vilayətinin azad edilməsi ilə bağlı birinci məlumatı ilk dəfə Şoygu 2022-ci il iyun ayının 17-si verib. Yeri gəlmirsə, internetdə bununla bağlı çəkilişlər də var. 2022-ci il iyun ayının 17-si. 4 il bundan qabaq Lugansk vilayətinin tam azad edilməsi ilə bağlı. Mənim yaxşı yadımdadır ki, ötən il oktyabrın 2-si də
Gerasimov bildirirdi ki, Lugansk vilayəti tamamilə azad edilib. Ondan sonra aprelin 1-i bu il yadınıza gəlirsə, 3 həftə bundan öncə də bildirmişdilər ki, Lugansk vilayəti tamam azad edilib və s. və ilaxır. Yəni bunlar hamısı yalan məsələlərdir. Ukraynanın heç bir vilayəti aydındır. Krım Muxtar Respublikasından başqa heç bir vilayəti axıra qədər işğal edilməyib. Və burada məsələ prinsipdədir, necə deyərlər. Yəni prinsipal olaraq Ukrayna Silahlı Qüvvələri Lugansk vilayətinin tutaq ki 1%, 2%-ni hər dəfə Rusların başından vurub əllərindən alırlar. Bu da Srebrenski meşələri tərəfdədir, yəni Xarkiv istiqamətində, oradan da meşə filan artıq anlayışı yoxdur. Yerdə ancaq kötüklər qalıb. O qədər döyüşlər gedib ki orada. Yəni Ukrayna Silahlı Qüvvələri orada biraz Rusları irəli buraxırlar. Ondan sonra gələndən sonra bir də 1-2 kilometr qovalayırlar və həmin o 1-2 kilometrdə, bir neçə kvadrat kilometrdə olur ki, Lugansk vilayəti axıra qədər işğal edilməyib. Yəni dediyim kimi bu müəyyən mənada 3-cü bizim korpusun, Azov korpusunun elə bilin ki, düşməni ələ salması kimi bir şeydir. Təxminən belə demək olar. Bir daha hər birinizə uğurlucunu arzulayıram. Bura Kiyev şəhərinin Lvivski ploşa deyilən yeridir. Orada qəşəng bağın içində gözəl restoran var. Asminok. Bura sol tərəf deməli rəssamlar fondudur, rəssamlar birliyidir. O tərəf o sarı bina kollecdir, İqtisadiyyat kollecidir. İqtisadiyyat Üniversitetinin kollecidir. Sonra da arkadakı da Novus, yəni supermarketdir. Belə o da binada, yenə orada da bir neçə dövlət müəssisələri var. Belə gördüyünüz kimi yaz gəlib. Ukraynaya yaz bu günləri biz birinci dəfədir ki, doğrudan da yağışsız, yağmursuz, küləksiz, müəyyən mənada yaza oxşayan bir havadır. Şöyle görürsünüz, ağaçlar da yavaş-yavaş çiçəkləyir, yarpaqlar da açılır. Hələ demək yaz yeni başlayır burada. Ukraynada demək olar ki, yaz çox az olur. Birdən-birə keçir may ayına və may ayında da istilər olur. May, iyun çox isti olur, iyulda isti olur, amma avqustda artıq yağışlar mövsümü başlayır. Mən həmişə belə görmüşəm. Sonra da payızda da nə deyirlər ola? Gec gələn istilər olur, babyeleta deyirlər, bir neçə, bir həftə, 2 dəfə, 3 dəfə də arada havalar yaxşı olur, sonra da oktyabr ayının axırı, noyabrda havalar birbaşa yağmurlu olur. Belə dostlar, təşəkkür edirəm ki, bizlə bir yerdə oldunuz. Rus yalanlarına inanmayın. Və sağlamlığınızı qorumaq istəyirsinizsə, ümumiyyətcə Rus mənbələrinə heç nə baxmayın, nə istinad eləməyin. Onların dediyinin hamısı yalandır. Başdan ayağa yalanlar üzərində qurulmuş bir imperiyadır ki, o da inşallah sökülməkdə davam edir. Gözümüzün qarşısında baş verir bunlar hamısı. Hələlik dostlar. Sağ salamat axşam görüşəcəyik.